atın bu 55 yaşım xanıma. var. Mən dedim, mənim 55 Eşşək yaşım boyda var. oğlandır. Getsin Mən işləsin. getmişəm qərib ölkələrdə çalışıram səndən mi yana? Mən el oğlanlarımı eləyirəm, şəhid Bəli. oğlanlarıma, qazilərimi eləyirəm. Mən səni Can etməm, sağ asla olun. nə qədər param olsa da belə etməm. Etməm. Sən kimsən ki, mən sənə yardım edim? Yox, Ona görə bayaqlarım dəymiş işim mən ona nə deyirəm? Qoşu ona demədim. Maması ilə söhbət edirəm. Deyirəm ki, yazıqdır da, valla gəlsən, otuzdurublar orada onu. O niyə elə onlar üçün? Ailə üçün ancaq pul yığır. Bu sən ki qoşul ginən ağzıva gəl, az tərbiyəsiz. Səni mən qurban eləyirəm anıvı. Hay farvatdan. Səni qurban eləyirəm. Sən kimsən az? Elə bir mən buna ceyranam. Bu da mənə şeydir. ATV-də oturub ağzına gələni tərbiyəsiz. Nə bilim, Allah elələrindən qorusun balalarım. Amin. Amin, amin. Amin. O günlərim xırtaxırt qoyub qabağına çipsi, xırt gedə. Söz deyirsən böyürdən. Qız bayaq oturub maqnitofonu da, nədir o, telefonda da mahnını qoyub böyürdən. Böyle dünya vecinə deyir. O düşünmür ki, o oğlan öz anasına nə hörmət qoyur ki, o oğlan öz anasına, atasına, lap atası anası olmasa da belə, mənəvi atası anası olsa da ona dəyər vermirsə, hörmət qoymursa, bir evlad ataya, anaya dəyər vermirsə, yanındakına, ailəsinə heç dəyər verməz. Böyüyünə dəyər Heç vaxt dəyər verməz. Böyüyünə dəyər verməyən, böyüyün arkasında durmayan, yaşlı ananı o qədər evlad itkisi, mən də bir evlad itirmişəm, bilirəm ki, o evlad nə çəkir, ana nə çəkir evlad üçün. Bu ana öz öləninin dərdini çəksin, yoxsa səninmi dərdini çəksin, yoxsa elə bir həyat yoldaşının dərdini çəksin. Vallahi mən belə Azərbaycana baxanda verilişlərə inanırsan ki, özümə yer tapmıram ki, bu qədər, nə qədər haqsızlıq var, nə qədər bu anaya qarşı haqsızlıq var. Böyle bir şey mi var? Valla mən yazığım gəlir. Bax, o kişi 65 dedi, neçə dedi, yaşı yadımdan çıxdı. Deyir, gedirəm, fəhləlik edirəm. Canı yox, yaşlı adamdır da. Az sən nə qədər vicdansız qızsan, az. Sən, amma sənə deyim, nə bilim, bu uşağı bu tərbiyə gətirən də o ata olub. O ata olubdur. Çünki əvvəldən əvvəldən valideynlər də boş buraxıb səhv. Bəli. Əvvəldən bilirsiniz necə deyir qızım. Salam Anna, nə tərsiniz, nə var, nə yox? Əzəldən səhv buraxıb valideynlər. Bəli. Gərək birinci dəfədən efirə buraxıb. O Sona xanım danışanda niyə ona demirsin ki, ay Sona xanım, yəni kişilərin otağı addelinidir, arvadların otağı addelinidir. Yazıq resepsiyon gedib çəkəndə onun üstündə dünyoyu dağ deyirlər çiçəkdir. Və özləri aparıb kişiyi yanına salıydı, sonra da deyir otel pozdu. Özüm görüydüm otel pozdu, yoxsa özləri aparıb yanına salıydı kişiləri. Zor mənim gəlib qapının ağzında durub gözləməlidir. Yo. Valla orada bir şey diyeyim ki, burası ben biraz çekinirəm da, orada kim sevirəm deyip girip pasiyle yatırlar. Niyə yatmalıdır? Buna qadağa qoyulub. Hazır da arvadlarla kişilərin otağı bir olar. Ya Sona xanımın özü bilməyir ki, yəni kişilərlə arvadların otağı addelinidir. Füzül oradan gözəl, oradan o resepsiyon çəkib də göndərəndə ki, bu vəziyyətdədir. Orada da az qalırlar otelin yəsinlə davayı qırğını qoyarlar. Yaxşı, gəlib suar müəllim qorumalıdır, Elçin müəllim qorumalıdır, insan özünü qorumalıdır. İnsan namusunu özü qorumalıdır. Yəni otel pozdu. Özü qorumalıdır. Gəlirlər, yazıq suar müəllim maddi manevi dəstək oluyor, amma hər gedəndə başlayırlar baltalamağa. Gözlər bilərik. Düzdür. Prosto yana deməsinlər ki, otel pozdu. Otel burada heç kimi pozmur. İnsanın özü pozulursa pozulur. Otel orada pozdu, bizim orada analarımız da qalır, mən də qalım. Elə orada kimə gelib sevirəm desə gelib pasilə girirlər. Qanunda var, bacı, qanunda olmasın insanın. İnsanın qanunda olmasın. Gözləməlisən də, bu dövlət saksına girince bir zaman gözləməlisən ki, girəsən saksına, ondan sonra... Yox ya, ay anla, özüm şahid idim ki, sizi də saymıydılar da, gedib örtüyə giriydilər. Düzdür. Özümüz şahid idik. Onu kim eləydi? Kişilərin otağı deyilin, qadınların otağı deyilin deyil. Nəziydi qadınların otağında kişi? Düzdür. Bir də bilirsən nətərdir, Anna? İndi bu Bir də sonra xanım deyir ki, yəni
şey eləməyib də nə. Asiman, Mənim Asiman. qızım O. otel pozdu, mənim qızım öydə Asiman, belə deyildi. anadır da, indi hirslənib. Asiman, anadır da, indi. Formalıydı oğlan. Ay Asiman. Gözü tutdu Asiman, şey elədində. tutardı. Asiman, Önündə də olsaydı həmən Asiman. oğlan gedəcəkdi onunla. Asiman, Asiman, Asiman. Bəli, bəli. Bircə dəqiqə səbri bas, bir kəlmə söz deyim. Bu 1 deyil, 2 deyil, 3 deyil, 4 deyil. Birinci deyil, zaman səbrini basa. Düzdür. Birinci deyil. Arzu hardan tapdı bu xəstəliyi? Baş yerdən o xəstəliyi tapmayıb. Baş yerdən onkolog xəstə deyil. Adam nəsəbləri ilə oynayırsa, heç kimin burada tərəfini tutmasın. Elə ora heylədir. Ora heylədir. Ne oldu? O gedir onu tapır, sen demişken. Bu gedir bunu tapır. Ora zaman xəstəliyinə gedir, dərdiyinə gedir. Gedirlər ortalıqdan başka şeyler çıxır ortalığa. Adam biri qədər Allaha and olsun ki qapıdan dala girəndə, qapıdan içəri girirlər studiya. Elə yazıq gəlirlər, oturub ağlayırsın, amma otelə gələndə Başıma gəlmə, sən də yazıq deyilsən. Asima, sən də yazıq deyilsən. Sən də yazıq deyilsən. Yazıq görsənirsən, amma yazıq deyilsən. Niyə? Niyəsin başa salaram sənə niyə? Hamısı boşdur 4-dən 4-də, hamısı boşdur 4-7-dən, 4-4-dən başqa. Ne oldu ora kim gedir onu tapır qucaqlayır, bunu tapır qucaqlayır. Nədir ora? Biz də gedək. Sen niye Yok, yazdın? təmiz vermişim, zayıf çıxdı. Olmaz, qırsaq kimi uzadırlar. Valla belə çıxır ki pozğun xanadır da o sığınacaq deyirsiniz, nə deyirsiniz? Ne oldu? Ora gedin hamısı biri ondan yatır, biri bundan durur. Ora baxın ne götürsün orada? Birbirine test alır, birbirine ne? 35 manat verir. Anna necəsən, nətərsən? Tamam, yaxşıyam əmrim. Anna məni çıxart. Yəni Yaxşı arzum olasan, olmasın gəlir, yaxşı özünüz olasan. danışın. Anna məni çıxart Anna. Niyə çıxırsan? Gözdə sona bacı gəlir. Niyə çıxırsan? Gəlir özünə deginən. Sən düz danışmırsan Asiman. Heç düz danışmırsan. Niyə çıxırsan? Çıxdı. Mənim bütün əsəbimi oynadı. Bu nə Niyə təsir? çıxırsan Asiman? Niyə? Şərəfsiz. Can. Aşağıda moderator varsa söyülməsin də çömbəyə. Hə də baxsınlar, diqqət yetirsin, yazılanlara diqqət yetin. Ay qızlar, salam necəsiz? Sizə bir söz deyim. Mən hamınızdan bəlkə də böyüyəm. Mən uca 60 yaş axlamışam. Qızım, qurban olun. Məcburi kimsə kiməsə həyatda nəsə eləyə bilər, Anna. Heç kim, heç kim. Ay ölənləri cənnətli olsun hamımızın. Qızlar, o yaşı az yaş deyil. Uşaq yaşı deyil. Ərə gedə bilirsən, yəni Allah. Və onu da Ay sağ ol. Ay sağ ol anam, ay sağ ol. Qızım, Arzu'nun elə bir yaşıdır ki, o özü kiməsə ağıllı olsa ağıl verə bilər. Qurban olum sənə, xala sizə qurban. Sənə gəlibdi ki, olmaz axı. Bu da vardır. Hə, yəni ki, indi hərə düzü danışır deyir, ana da ürəyi yanır deyir. Yəni ki, Arzu özü ora gələnləri özü ilə saya gedir. Olmaz belə. Sona xala qaldırım amma söymədə səhifəmə Yox, ziyan. söyüş lazımdır. Burada qızlar da hamısı, sən də qulaq asıram sizə. Lazımdır, söyüş lazımdır. Təmkinlə danışın qızlar. Hə, söymə, başına dönün sona xala. Sona bacı, söymə. Lazım Sona deyil. xala, söyüş söyməginə, təmkinlə danış. Söyüş söymə, ana. Yox, söyməyəcəm, gör nə deyirəm. Ay Anna, sən də oradaydın, başına dönüm, sən də oradaydın. Da Mən elə. bir söz deyim ki, xala, düzdür, orada hamamımız, ayaq yolumuz, bəylərinin hamısı bir girişdə olur da, hamı da elədir. Amma bir söz deyim ki, orada kimirəm sevirəm deyir, hamısı girib bir-birinin pastelində yatır. O otelin yiyəsini nağarsın, otelin yiyəsini neçə dəfə Nağarsın, otelin yiyəsini nağarsın. Nağarsın, sənin başına dönüm, qurban öz olum. könlündə ölərəm. Anna, dayanın, Ay xanım, sizə qurban olun, başınızı. Mən birinci dəfə gedəndə birinci otel var idi. Anna, bilməm, sən orada olmuşsan o. Yox, Orada mən oteldə. Yox, onu tanımıram. Birinci oteldə. Mən orada, bax, Ceyran da oradaydım, mən də oradaydım. Orada şu qadının otağına gəlmək yox idi. Hamam tualet otağın içindəydi. Bunlar bir dənə mağazinə gedirdilər, gəlirdilər. Kuxnada pişirirdilər, düşürürdilər, yiyirdilər. Mən orada elə görmüşəm. Otel qəşəng idi.
Burada ikinci mərtəbəyə çıx. Anna, sənin yanında mən gedəni çıxartmadım, qurban olum. Çıxartmadım sənin yanında. Dedim bu bura nəyə gəlir? Bala xanım. Mahiri neçə dəfə xala qovdu. Aydın, mən özüm çıxartmışam ay xanım. Demişəm Anna bu burada nə gəzir? Bəlkə biri soyunub yatır orada. Bəlkə biri nəsə iş görür. Bəlkə biri paltarını dəyişir. Belə şey olmaz deyə başına dönüb. O Mahiri hardan qovurduq gəlirdi. O mən nə deyə bilərəm? Anna sən anacanı qovmamışam kim mən. üz verir? Kim povid verir ona Anna? Kim povid verir kızım? Ona sonra neyləsin? Ay xanım, ay başına, Asiman özü də otağa girirdi. Niyə girirsən otağa? Qadınların otağına girmək olmaz. Bəlkə biri soyunur. İndi burada xala Zarın günahı yoxdur ki. Zarın da onlara otaq verir, gedin yatın dincəl. Zar yetim deyil, nə qalsın ki, onlar onu otağına gedir. Mən Zarı qınamıram, Zar mənim başına dönüm, Zar mənim ayağın altında bax, mən ölüm. Mən sonra ölsün onun qabanda. Yəni ki, oteldə rəva verməsin, otelin müdürü qoymasın. Get, kişilərin otağı ayrı olmalıdır, arvadların otağı ayrı olmalıdır. Anna, sən öğrenlərin görür, sən qardaşın canı, orada kişini görmədi, o nədir, qocalar evinə gedəndə. Şort ilə gəldi keçdi hamama. Dedim, bu nə gəzir? Bu nə gəzir? Bəlkə biri qadın xeyla qabağına çıxdı. Ayıbdır, vallahi ayıbdır. Mən yalan deyəmmərəm, gördüm. Neçə dəfə Anna, sən anan canı, mən onu otaqdan çıxartmışam. Asimanın özü də otağa gəlirdi. Asona xala, Asima niyə o otaqlara girir? Asima sağa görə, mən tutuya görə. Gəlirdi, dəstək olurdu. Mən Asimanı pis baxmıram. Qardaşım olsun, oğlum olsun. Asimanı ömrümü, ürəyimi çıxadıb verərəm. Asima pisliyə görə yox. Asima yox. Amma bax, qadının otağına girmək düzgün deyildi. Düzgün deyil. Bəlkə qadın xeyladır. Bəlkə soyunub yatır. Bəlkə paltarını dəyişir. Ayıbdır, vallahi ayıbdır. Hamanla Talip bir yerdə kişi də gəlir, arvad da gəlir. Anna, neçə dəfə qapının dalında durmuşam sən hamama gedəndə. Demişəm, girən olmasın. Sən ölənlərin görü düzdür da, mən yanıb tökürəm. Düzdür. Sona xala, Sona xala. Canım sənə qurban, Allah eləməsin. Sona xala, Arzu nağlı olsa, Arzu birinci səhhəti fikirləşməlidir. O boyda xəstəlik oyun oyuncaq deyil. Az sənə bu dəqiqə ər lazımdır, səni macad eləyirlər də. Git canına bax, ana yazıq sənə baxa bilmir, ananın imkanı yoxdur. Qızlar, yalan deyirəm, ağıllı qadın bu dəqiqə səhhətini fikirləşər. Mən bayaq qoşuldum, sonra bacı ilə söhbət eləyirdim. Ağzına gələndir, ona elə şey demə. Çox nahaq yeri. Özü bilər qızlar. O peşman olub Sonanın ayaqlarına qayıtmasa xəstə halindən mənə nə deyirsiniz deyin qızlar. O Sonanın yenə ayağına düşəcək o Arzu. Arzu Mahir səni neyinir ki? Cavandır, biraz istifadə eləyəcək. Ay qız ağılın olsun. Anandan yapış, atandan yapış. Sənə başqa kimsə yaxın durmayacaq. Biraz xəstəliyin ağırlaşsa, Mahir səni atama lənət pasteldə atıb getməsə. Bu Zaur sənə kömək eləyir da, həkimlər də var. O cürə natiq doktor. Ay qız, get malcəvi ilə də, ay qız sağlamlığa qoş da sən. Sənə lazımdır bu. Mən bir söz deyim ki, ay ürəyim. Bayaq ona dedilər ki, nə bişirərsən, nə yiyərsən. Dedi, düyü supu. Düyü supu deyil, nə var ki? Belə elədi, tez sözün çördü. Mən bir söz deyim ki, Mahir Arzunu ürəklə istəsəydi, Arzunu yemədi, geyindirdi, yemədi, yedizdirdi. O gelib Tutunun yanında qalmalıdır. Niyə? Tutunun yanında 3 Arzu onu gündən gedib yedizdirincə, anne, Arzu onu yedizdirincə, Arzunu geyindirincə elə gelib dədəsinin anasını yedizdirib geyindirərdi. Mahir'ini o tutuya sattı da, tutuya sattı. 3 gündə olsa, 4 gündə olsa tutuya sattı onu. Diləndə tutuya kişki mi baxırlar? Tutudan ağıllısı yoxdur. Tutu səndən 1000 qat ağıllıdır. Yazıqdır sənin o anan. Sənin anan niyə utanmalıdır? Ağzına gələni yazırlar sənin anıva. Ay xanım, başınıza dönüm. Anna, bax, gec dönür. Yenə gəlsin evimə, qəbul edirəm. Xəstədir, ev yoxdur. Allah bağışlasın onu, elə məni də. Gəlsin, yenə gedərəm Zahir müəllimə, yalvararam, yapışaram. İlan kimi ayağının altında sürünərəm. Zahir müəllim, bunun müalicəsini elətdim. Elə Zahir yazıqda deyir də Sona xala, deyir sən birinci sağlamlığına bax deyir. Sağlamlığına doğru deyir, sənə müalicə də eləyir, elətdirir. Yazıq deyir də. Qızın yola gəlmir. Allah yerə də ağlı versin Sona xala. Bilmirəm mən, tapılmayan kişi olsun, ay qız, tapılmayan kişi olsun.
Ondan da ki, heç mən onu həqiqi onun xətrini çox istəyirdim. O Sona xalıya qarşı orada elə eləyəndən sonra o qız mənim gözümdən düşdü. O cürə anaya onu eləmək düzgün deyil idi qızlar. Kim nə deyir desin valla, həqiqi düzgün deyildi. Qiriyyətli namuslu özün zəhmətinlə çörək qazanır, tezdən çıxır qızlar demişkən. Sənə ana qalacaq, ata qalacaq, arzu istəyir bizdən acığın gəlsin, istəyirsən bizi söy. Yenə də özün bilərsən. Amma buradakı qadınlar hamısı səni istəyir deyir. Bacı, mən yanında qalanda Allahın dostu mən onu durğuzmurdum. Deyirdim qoy yatsın. Kişiyə sakitcənə deyirdim bara səs salma, qoy arzu yatsın, xəstədir. Ha vaxt durardı. Və çay termosa doldurub qoyurdum. Gəlirim, işdən gəlirim, yemək pişirirdim. Sən bir dənə yumurtanı qaynadı vardı, qabağına qoymurdun. Deyirdim ev yoxdur. Boş pişirirdim, soğuz pişirirdim, çorba budalırdım, sıx sulu soğuz elirdim qoruma kimi. Mən nə eləməliyəm? Dolma pişirirdim. Həm çöldə işlə, həm evdə işlə. Mən də insanam da, mən ucu yatmışam. Mənim bədənim yatıb, ay xanım, sizin qurban olum. Və mən nə qədər işləyim? Çöldə işlə, evdə işlə. Sona xala, o peşman olacaq, Sona xala. Onun başı daşdan daşa dəyəcək, çox pis dəyəcək Sona xala. Çox pis dəyəcək onun başı daşdan daşa. Sona xala sizə qurban olsun. Yaxşı insanlara bürəyim qurban. Heç kəs, xanım, heç kəs onlara dəstək olmasın. Heç kim də indən sonra arzu barədə danışmasın. O bunu danışdıqca, xanım, belə qoşulub danışdıqca onun ayağının altı yer alır. Elə bilir ki, daha bundan yoxdur, hamı bundan danışmalıdır. Hələ boşdur. Heç kim buna dəstək olmasın. İnanın Allaha, o 3 günə, 1 həftəyə, 1 aya qayıdıb, Sonanın ayaqlarından öpməsə, mənə deyirsiz deyil. Prosto belə danışılır, belə ona atılır pul, niyə atırsınız? Niyə atırsınız? Atmayın. Amma o gəlib Sonanın yanında uzanıb yatsa, inan ki, hamı dəstək olacaq ona. Yox, qızlar, ananın da vəziyyəti göz qabağında da, atan da. Arzu özü öldürsən, nənəm baxıb, hər kim baxıb böyüdüb. Axırı bu səni dünyaya gətirən atanadır da. Axırı niyə yanındasan? Sən yaxşı yeməlisən, içməlisən, dərmanların vaxtında olmalıdır. Bayaqlarım oturub başım deyil, axır başım güzəllər. Çünki sən normal yemirsən. Normal qidalanmırıq. O yemək yemir. Düşür, bəli, imunitet düşür, öz o şoğarı pis şeydir. O qızlar, o tapdı adamı, Allah heç kəsə görsətməsin. O adamı yeyib bitirməyəcən əl çəkmir o adamla. İndi təzə düşüb, hər nədir, aşkarlanıb, ağıllı qadınsansa, arzu eşidirsən buradan bizi, istəyirsən yenə də deyirəm, söyləyinirsən elə, havaya gedirsən. Biz səni bir qadın kimi, yəni biz səni yazığımız gəlir ki, qoy pis vəziyyətə qalmayasan. Ged malcəvi elə, bıraq kişilərin başını. Ged Zaur müəllimin yanına, denəm mənim malcəmi elə, kurs elə, ged otur ananın yanında. Ana sənin malcəm qutarınca eyb yoxdur, pişirsin, düşürsün, ye. Əlin, ayağın yer tutdusa, anandan atandan möhkəm yapış. Sonra xala biri deyir, qaça gəlir uzaqdan ki, ay filan kəs, sənin başvur daş düşüb. Deyir, nə olub? Deyir, qızın əri ölüb. Deyib, qızım ölməyib ki? Deyib, yox, deyib, qızım əri var. İndi ay Arzu, hər zaman var, doludur hər yan. Hə, sən get sağlamlığını qoru günə. Mən Allah qürəyəm ağrır o qıza. Baxıram, deyirəm, mən ona baxa bilmirəm. Hayına qalmır. Bu gör nəyin hayındadır. Üzr istəyirəm, Sona xala. Yəni biz indi ailəliyik olsun ki, indi mən Hasan üzrdən bu qriplərə tutulmuşdum. Vallahi hər şey boş şeydir. Adamın öz ailəsi yanında yaxşı şeydir. Əsl ailədən gedir söhbət. Başının üstündə duran ailədən. Pisində də, yaxşında da yanında olsun. Yoxsa sənin yaxşı günündə səndən istifadə eləsin. Səhəri günü bir şey olan kimi səni o atıb gedəni bilirdi Mahir. Mahirin sifətindən manyaklıq yağır. Mahirin sifətindən bir normal kişilik görmürəm o sifətində, valla mən. O qızlar ağzın əsə-əsə danışmağını görmüşsünüz siz verilişdə. Onun ağzı zadı necə əyilir, necə əsir, pis. Elifsən pislikdir. Ay xanım, vallahi billahi Mahir o lazım deyir. Mahir ona əlbəttə ki qatır deyir cəmaət onu saxlayır. Bəli, ana, bəli. And ola Allaha bacı. Vallahi billahi belədir. Ona görə də sözün də düzün. Bayaq deyir ki, istəyirsiniz verirəm sizə Mahiri. Az mənim 50 yaşım var, mən 50 yaşım var Mahirin sözünü. Nə deyirəm, bizim özümüz sözümüzə bəs Allah səhv kömək olsun. Kimdir Mahir? Kimdir Mahir? Yazıblar ki, deyir Mahir pati çəkir, hə. Gəl, qızı da örgədəcəkdir, qızı da örgədəcək. Əlbəttə ki. O yolu gedəcəklər. Gözüm deyir göyərib, buna yazırlar deyir qapıya deyib. Sən kimə nağıl oxuyursun? Niyə keçən səfər Zaur müəllim qısnadı onu, kameraya da düşmüşdü.
Dedi səni orada qısnamışdı dedi. Səni dedi hələ bu dedi sən bunun ailəsi olmamısan bu səni belə eləyir səni. yaxşı günlər Yumruqlayır vurur. Allah minə Deyir yox Arzu- mən eləmirdi. Arzu 5 aya, 1 ilə 3 aya ölümü gələcək. Canlıdakilara da. Mahirdən bir mahir Ana, yox. qapı canlıdakilara da səslənək. Özün də səslən. Yəni heç kəs pul atmasın. O qayıdıb gəlsin ona görə. Və buradan atılan pul buradakilərin cibinə getmir. Başa düşdün? O səfeh ondan qidalanır. Hə, ondan qidalanır. Heç kim pul atmasın. Ay canlıdakılar. Sizə ant verirəm Allaha. Yazıqdır. Qoyun qayıtsın gəlsin. O atılmasa o ucu qalacaq qıraqda and ola qayıdıb Özdə gələcək. özdə qızlar Arzunun rəngi heç mənim xoşuma gəlmir. Ay yox, yox, İraq ölüm üzrdən Allah eləməsin, Allah eləməsin. Sona xala mənim bacım elə xəstəlikdən rəhmətə gedib cavan. Allah eləməsin. Yəni onun et o avazı, rəngi mənim xoşuma gəlmir. Ay qız get canına bax Arzu, eşidirsənsə burada bizi, get Allah sənə gözəl həyat verib. Şor çörək yeyək. Amma canımız sağ olsun. Az bu gözəl dünyanı yaşa da. Yaşa da. Niyə özünə qəsd eləyirsən? Kimdən özünə qəsd eləyirsən? Xanım bayaq deyir ki, olsa bir cana boşlayam öləcəm. Az sən niyə elə deyib onların Niyə ayağını elə deyirsən ki? Niyə ölürsən? Niyə özün elə eləyirsən? Niyə ölürsən? Niyə ölürsən? Dəliyə yer ver, əlinə bel ver. Sən ki onlarla niyə eləyirsən? Otursun Zəkiyə müraciət eləsin. Niyə çıxmır ora? O sizi tanıyırlar da daha hamı da içində biabır olmusunuz. Ah o deyir dezodorantını götürdü, bu deyir toxumu götürdü. Getdiyin ailə budur da. Orada o göz Füzulidir da oğlanın adı məncə. Mən elə işdə çox qızlar baxa bilmirəm. O Füzuli gözəl sevmir. Sadəcə boşluğa düşüb qızlı xanımlar mənə təsdiq eləyər. Ay bacı, O sən Füzuli başına də o dönərəm. gözəl O yaxşı hamısı çöldə qalıb, mərd çöldə qızdır. qalmışlar, özünü sığınma arvad axtarır. İndi Füzuli nə bilim baxırsa Füzuli cəmaatın qızını aldatma o boyda balaları var. O qız bu vaxta kimi yaxşı mərd oturub hamı onun yaxşılığını deyir. O qızın adına söz çıxartma, balaların yanında da onu pis eləmə. Sən o qızı alanda da ölsən, sən müvəqqəti onun yanındasan. Onu zaur da deyir, ham da deyir orada. Gözəl, eşidirsənsə uzaq dur ondan, ana. Ondan sonra hər olan deyir. Özü bilər, ay bacı, sağ qurbanım, özü bilər. Nə işimizə qalıb, sabahsı gün deyəcək, yaqıb götürüb dillər paxılığımızı çəkir. Neysə, Nə özümüzdən paxılığımızı 60 danışaq. yaş axlamışıq, nəyə paxılığını çəkəcək? Hə, elə deyəcək, dana. Biz sadəcə ana o yaşımız o şeyə bizə hədd verir ki, biz kiməsə nəyəsə başa sala bilək. Bizim 18-20 yaşımız yoxdur ki, bizim Mahirə gözümüz düşsün, Füzuliyə gözümüz düşsün. Şükür Allaha. Bir şəhərə getmişik. Vallahi iki gözə baxıb bu vaxta kimi. Bir kişi ilə də oturmuşuq. Yəni bizim 60 yaşı mən şəxs saxlamışam, 3 dənə aboyda nəvələrim. Sadəcə qadınlara yazığım gəlir, qızlar. Çox tez allanırlar, qızlar. Çox tez yoldan çıxırlar. Nə bilim, niyə belədirlər bilmirəm. Niyə özlərini Yazıbdır ki, bilmirlər. Ya nə yazıblar? Yazıblar küs sonra kimi ananın başına. Sənin başına. Sonra yazıb nağarsın ki, sonra süpürgəsiliyin eləyir qızlar. Neynəsin ana? Öftəsindən gələ bilmir. Nağarsın, körpədi qıçına bağlasın qızlar. Neynəsin ki sonra ona? Qundaqda da gətirsin, bassın, nənniyə saxlasın orada. O boyda qadındır. Görmədiniz neynədi o sonanı orada? Neynəsin sona yazıq ona? Nağarsın ki sonra ona? Sona nə günahı var ki? Məni qınırsan, sənin başına gəl. Çox sağ Yox qızlar, düz danışmırsınız qızlar, inciməyin. Yenə də deyirəm, Arzu çörpəşaq deyir ki, sonra gətirsin onu, barat gətirsin, bağlasın evə, qoysun nənnisinə, südünü, yeməyini versin, böyründə saxlasın, körpə deyil. Arzu özü qərar verə biləcək qədər yaşdadır. Burada yazırlar, sonra onda pis ana olardı ki, ay xanımlar, sonra onda pis ana olardı ki, onların ikisini qəbul edib evinə soxardı. Onda deyərdi ki, elə ana da o ağıldadır. Mən deyirəm də, başına sığal çəkmir ki, qızını yaxşı eləyirsən, düz eləyirsən. Qızlar, valla, yenə də deyirəm, ay sona xala, qurban olum sənə, həyatda məcbur etmək olsun, başına dönümsən, elə demə, qurban olum sizə. Yəni ki, qızlar, hamımız indi burada bax xanımlardır, Allah hamımızın canı sağ eləsin qızlar. Amin. Yəni ki, bizim yaşımız sizdən böyükdür da, dediyimizdə pis başa düşməyin. Qızlar, özünüzdən müğayət olun, öz canınızdan, öz uşaqlarınızdan, atavızdan, anavızdan, onlardan gözəl sizə yanan olmayacaq qızlar. Yad oğlundan adama retki olur ki, hə, yaxşı ailə başçısı olur. İndi qızlar, sizə bir şey deyim də, valla az olur kişilər xəstə qadın atıb gedir, başqasını alır üstünə qızlar. Az görürsün. Düz söz. Hə?
Qurban olum sizə. Azdır deyir, mən sən xəstə neynirəm, nəyimə lazımsan sən mənim. Valla deyirlər. Düzdür, Allah ki ey. deyirlər. Ona görə ay qızlar, ay qadınlar, ağıllı Yəni olun bizlə yaxın qızlar. durmurlar. Əlbəttə ki. 40 il baş yastığa. Valla qızlar, Allah ki valla Nisay, mən açıqlığı ilə demirəm, özünüz bir başa düşsün nə demək istəyirəm. Kişiyə qadının sağlamlığı lazımdır. Gülər üzü, aktiv olmalıdır, hər şey yeri yerində olmalıdır. Səhv deyirəm, deyirəm Gülü xala, düz danışmırsan sən. Yox, ürəyim düzdür. Hə. Yəni ay qadınlarımız ağıllı olun, qurban olum sizə. Əlbəttə ki, Özünüzü canım, məhv eləməyin. Məsələn, günahlarınızı elədiyi səhvləri kimisə boynuna atmayın. Arzu, sən bir dəqiqə özün hər şeyə qərar verə biləcək qədər yaşda bir xanımsan. Sən səhv yoldasan. Sən özə səhvləri düzəltmirsən. Getdikcə səhvləri artırırsan. Oradan çıxıb bura düşürsən, buradan çıxıb ora düşürsən. Bu nə dərəcədə düzgündür ki? Bunu sona deyirsən sənə ged Arzu belə elə. Barat deyir sənə ged Arzu belə elə. Ya Zahar müəllim özünü öldürür ki, qız, ondan sənə heç nə olan deyir, yarı yolda qalacaqsan. Bax, məndən sənə deməkdir. Bu kişinin sözünü eşit də, 45 yaşı var. Eşit bu kişinin sözünü. Vallahi gene gelse kabul edilir, gene gelse. Şimdi tek gelse kabul ederim. Yenə ana. Falandır. Yenə Arzu, eşitirsən ananın səsini. Qayıt gec olmamış, ged ananın yanına. Ged otur yanında. Qoy heç olmasa Valla sənə yaxşı yoluna baxsın. qayıt. Valla anana sağ heç kim qucaq açası deyil. Anana sağ heç kim. Valla qızlar, ana necəsiz? Yox, ay qızlar, xanımlar necəsiz? O deyir pis olsun. Tamam, anana tamam. sağ Çıxardanı təzgin Heç baxdı. yoxdur. Mən çıxardamıram. Telefonu qarışdırmışam. Moderatorlardan burada kimsə varsa Hə, çıxart. düzdür. Məni çıxar Telefonu qarışdırmışam. Çıxarda bilmirəm. Yazıqana, o çiçeğin qabağında yenə də deyir baxaram encan. Neyləsin, anadır da qızlar, neyləsin, deyir balasıdır O qızlar. xanım çox düz danışır. O xanıma bayaqdan qulaq asıram, çox düzgün danışır. Həqiqətən də mən də qoşuluram. Yəni Allah arzuya ağıl versin, nə bilim Allah gözələ ağıl versin. Necə bu Amin bacım. yəni boşanmamış kişini aparır qədələyə, qız uşağı var, oğlu var, körpə. Ay sağ ol. Nə bilim, Arzunun özü oğlu yaşındayla. Füzulidən ona ər olan deyil. Gözəl, yaxşı Yəni qadınsan, bu insanlar necə ağıllanmır? Yəni 30-dan yuxarı müdrik yaşlıda, yəni bu insanlar niyə ağıllanmır? Yəni Nə mən bilim başım qızım, çıxır bilmirəm, nə həqiqətən. bilim. Nə bilim, Yəni ay qızlar, uşaq bax, yaşda sən olsalar, deyirsən, deyəsən nə ki, deyim? hə də, yəni. Gələndə dəftəri ilə gəlirlər, gələndə kişi ilə gedirlər. Bu harda görünüb? Bu harda Hə qızlar, görünüb bir belə şey var, bu gəlin var. Boyda qızım var. Gəlin Siz var, necədir, gəlin bax? var. Bakıdan getmirik, qalırlar Bakıda. Niyə getmirlər, gəldiklər yerə bilmirəm. Elüz obavız var, gedin yaşayın da özü üçün. Xanım ona şərait də yaradırlar. Xanım qoy bir dəqiqə mən danışım. Yəni ona şərait də yaradırlar da. Yəni aparıcı görür ki, bunlar avvamdır, qəşəng reytinq verir. Ya ona görə də saxlayır da, yəni reytinq üçün saxlayır. 3 illərlə saxlayır, o arzunu saxlayır. Nə bilim, gözəl bir dənə o hə, yox sözündən fenomen oldu. Yəni bizimlə sənə fenomen oldu. Yazıq Bakı. Orada ağıllı adamı saxlamırlar. Ay ürəyim, orada Zahar müəllimin günahı yoxdur. Valla Zahar müəllim. Savadlı adamı saxlamırlar. Cahil belə avvamı saxlayırlar ki, bizimlə sənə reytinq versinlər. Valla. İndi öz aramızdır da. Günahı yoxdur. Az qalırdı, fikirlərində var idi ki, arzuya versinlər. Yadıma gəlirdi. Ay sağ ol. Ay bax ölənlərinizə rəhmət. O ev ya Aslana ya Arzuya veriləsin. O Arzu getdi nə bilim kimdir, Samir kimdir. Aleyküm salam, xoş gəldin. Yəni bizə Bəs nə bilim valla ağılsız. Xanım, bir dəqiqə deyən, burada xanım yazır ki, niyə onun bunun həyatını müzakirə edirsən, qurban sənə. Bu ictimaiyyətləşmiş bir şeydir xanım. Kimisə gedib evin içinə girib, kimisə ailəsinə biz danışmırıq. Bəs biz deməyək, siz deməyəsiz, yəni televiziyalar öz başına. Burada da xanımlar, maşallah, hamısı ailəli xanımlardır. Ağıllı xanımlardır, gözəl sözlər danışır. Yəni qadınlara dəstək olurlar ki, qadınlar biz tənqid edirik, təhqir etmirik ki, tənqid hər kəsə açıqdır. Evin içini qızım, heç kim evin içini gedib, məsələn mən sən gəlib evin içinə nəsə sənə deyə bilərəm, yox, sən mənə deyə bilərsən, yox. Bu bütün Azərbaycanın içində ictimailəşmiş bir mövzudur. Yəni bu dəqiqə cəmiyyət içində ən çox gedişatda olan bir söhbətlərdir.
Yəni ona görə biz burada yəni ki belə fikrimizi bildiririk. Yenə bizim nə həddimizi kim neyinir, nə gayrı, yəni fikrimizi bildiririk. Yəni xanımlar da pis söz danışmır. Sağ olsun, hamısı mədəni. Bezmişik. Valla televiziyada maarifləndirici verilişlər getmir. Ancaq Santa Barbara, Arzu nətər oldu, Gözəl nətər oldu, nə bilim, filankəs Ceyran nətər oldu, Esmira nətər oldu. Bezdi ya artıq həqiqətən də. Qızlar, sizə bir də bir şey deyim. Mənim o Aygündən çox xoşum gəlir. Aslanın o boşadığı Aygün var. Valla Aygünə 7 dəfə ərdə olursan dedilər. Aygün bir dəfə söz söhbətini eşitmədik. Tutdu göydə ki, mən nə demək istəyirəm. Yəni Aygünün bir dəfə sözünü eşitmədik ki, kimlənsə nətər getdi, nətər gəldi. Sağ ol. O oteldə Aygünlə qalırdı da, sığınacaqda. Aygünə niyə deyilmirdi ki? Qızlar, başa düşdünüz mən nə deyirəm? Özdəki arzu qılıyırdı ha, həmişə də arzu qılıyırdı. Ay sağ ol, gözəl qızım mənim. Özü 7-ci Allah canına dəyməsin. Görsən Arif adam işarədən başa düşür. Çox sağ olun. Yox, mən izləyirəm, baxıram həqiqətən də. Sözlər dedilər. Mən Aygündən hələ bu neçə vaxtda görmədim Aygünün adı bir adamla çəkilsin. Aysa özdəki Sona xanım kimi də qızının arxasında olmayan bir valideynin qızıdır da, yəni Aygün. Nə ana, nə ata yaxın durmadı, tək başına. Yəni vallahi halaldır ona. Nə bilim valla. İnsan asırdı. Nə olur olsun insan özündən. Düzdür. Allah bir ağıl versin, Allah yolu açıqlıq eləsin. Nə bilim, nə deyə bilərik ki? Sadəcə hamımız deyirlər şey, istəmirsiniz verilişə baxmayın, amma mümkün deyil axı. Yox, valla insanlar ayağa qalxsa, o verilişlər də bağlanar. Nə bilim, Xeyr, valla Aygünün keçmiş cahillikdir. sevgisiz adı deyildi. Ahnalasız danışmayın. Aslan öz dostuydu, gətirib qoymuşdu və evin kirayəsinə, evə produkta kömək olurdu. Ev uzaq idi, gedib gələ bilmirdi. Bax, yalan danışmayın da. Niyə yalan danışırsınız ki? Yox, səhv danışmayın. Niyə Allahsız danışırsınız ki, Aygünün şeyidir. Bax, niyə Allahsız? Aygünü heç mən yerindən belə şey eləmirəm. Belə elə ancaq televizyon ekranda görmüşəm. Ahnala danışmayın da qızlar. Düzgün danışmırsınız. Aygündən hələ mən asıl eşitmədim. O da Aslanın dostuydu, gətirirdi. Evin puluna, kirayəsində kömək eləyirdi. Qızlar burada təsdiq eləyə bilər. Produksiya da alıb gətirirdi. Onların da vəziyyəti pis idi. Elə danışmayın. Ceyran o evdə olub, Aslan o evdə olub, Aygün o evdə tək olmayıb. Niyə belə bax Allahsız danışırsınız ki? Danışmayın qızlar, Allahsız valla. Yaxşı şey deyil. Tanımayan insanlardır, yəni ağzı olan danışır. Yəni ki olmaz qızlar. Mən Aygündən eşitmədim. Aygün valla xanım demişdi, adı 7 dəfə ərəcidən çıxdı, amma valla nə bilim, heç mən görmədim. Yəni indi təkdir də, yəni niyə indi də? Açıq canlıda oturur, necə mədəni oturur, qızlar da görür, necə mədəni oturur, sakit oturur. Xanım, bir dəqiqə sözünüzü kəsirəm. Bax, yeri gələndə bizimlə sən, yəni məşhur kanaldır, məşhur yəni izləyiciləri var da, yəni hər kəs onun növbəsinə yazılmaq üçün o çirklərdə durur. Yəni Arzu 3 ildir oradadır. İndi o bir iş sahibi ola bilərdi, pul qazana bilərdi. Yəni istifadə eləməyə bacarmadı. Yəni ancaq ər mövzusu, yəni sevgili mövzusu. Yəni çox elə bil 15 yaşı var da, bu qız müdrikləşmir. Həqiqətən. Lala, Aygün el eləyəndə yanındaydın. Yəqin onda sən də şam tuturdun, qızlar da məni bağışlasın. Yekə qadınsan, ağzını danışdığın bilginən. Mədəniyyətsiz. Salam xanımlar, xoş gəldiniz. Ağzını danışdığın bilginən, tərbiyən olsun. Yəqin sən yanında olmuşsan, üçüncü şəxs sən olmuşsan. Sola xanıma müraciət eləmək istirdim. Mən özüm onkologiyada işləyirəm. O xanımı gətirsinlər bizim mərkəzə. O üzə metastat üzrədir. Onun ümidiyeti təmiz düşübdür. Mən bəxləri canlasında rəngi zadalaq baxdı, düz deyir. Xanım gərək özü getsin də. Yəni kim onun qolundan tutub aparacaq ki? Yəni qoşmadınız. O xanım üzə metastat. Xanım canlıda özü də dedi ki, metastat verir mənə. Ay sağ ol. Bilirsən necədir, qurban sənə. Metastata gedən insanın rəngi sarı olur. Bəli. Bunun da rəngi üzə saralmağa ümidiyeti düşüb bunun. Ümidiyet düşən kimi təbii ki xəstəlik qalxır, metastata doğru. Xəstəlik irəliləyir. O heç, yəni gördünüz orada efirdə də Zahir dedi ki, yəni mən şokdayam ki, Arzu belə bir xəbəri eşidibdi. Heç bir vecinə də deyil. O dərmanlar da bahadır, o heç vaxt onun gücü çatıb burada kartla onu ala bilməz. Sadəcə onun anasına deyəcəkdim, anası da nə bilim düşdü getdi, onu bir tane gətirsinlər. Valla anası yazıq bir insandır, valla adam yazıq gəlir onun anasına.
Ay xanım. Siz direktdə nömrə atın, mən verim onu Arzuya. O O günlərim gəlsin ora, yoxsa mümkün deyil. O xəstəlik onu, o xəstəlik götürdü, öyle yayıldı, qabağını ala bilməyəcək heç vaxt. Anam, o gün canlıda dedik. Anna özünü yorma, heç səni də dinləməyəcək o. O ancaq Mahiri dinləyir. Mahiri Qurban gəlib. sənə, xanım, düz deyirsən, mən aşağıdan yazdım, dedim xanım, gəlin kömək eləyək, insanıq da, gücümüz çatanı. Qayıtdım, dedi, istəyirsən Mahiri sağ verim, amma mən Mahiri neyinirəm, Mahir mənim